Əməliyyatdan sonraki dövr çox ağrılı keçirdi, tikişləri olurdu, bəzən açıq qalırdı, sarğılara ehtiyacı olurdu. Bugünkü pasientimiz gənc bir xanımdır. Düzdümün dermoid sistinin, yəni kıl dönməsinin lazer üsuluna əməliyyatını icra edəcəyik. Öncələri biz bu əməliyyatı açıq üsulla eləyirdik. Açıq üsulda yara nahiyəsi tamamilə açılırdı, sistin özü çıxarılırdı bütünlüklə. Xəstə əməliyyatda və əməliyyatdan sonra böyük yara ilə məşğul olmağa başlayırdı və bu dövr, əməliyyatdan sonraki dövr çox ağrılı keçirdi, tikişləri olurdu, bəzən açıq qalırdı, sarğılara ehtiyacı olurdu. Lazerin köməkliyi ilə icra edirik. Xəstə anesteziya altındadır hal-hazırda, 15-20 dəqiqə ərzində əməliyyatımızı icra edəcəyik. Lazer əməliyyatları gələndən sonra, yəni bioelektriklə işləməyə başlayandan sonra bu əməliyyatlarda o əzab əziyyətli dövr bitdi və pasientlər artıq heç bir işdən qalmadan, yataq rejimi olmadan rahatlıqla əməliyyat olunur, səhərsi gün evə buraxılır və iş rejiminə davam edə bilirlər. Heç bir sarğıya ehtiyac yoxdur və əməliyyatdan sonra qəti şəkildə ağrımız yoxdur.